Gün keçdi yoxsa bizim Cəbiş müəllim? Bizim Cəbiş müəllim. Bizim Cəbiş müəllim yoxsa şərikli çörək? Bizim Cəbiş müəllim. Bizim Cəbiş müəllim yoxsa Babək? Bizim Cəbiş müəllim. Bizim Cəbiş müəllim yoxsa 7 oğul istərəm? Bizim Cəbiş müəllim. Bizim Cəbiş müəllim yoxsa Dəlikür? Dəlikürü də çox sevirəm. Kitabını da çox sevirəm, amma bizim Cəbiş müəllim. Bizim Cəbiş müəllim yoxsa Uzaq sahillərdə? Uzaq sahillərdə. Uzaq sahillərdə yoxsa İstintaq? Uzaq sahillər. Uzaq sahillərdə yoxsa bəyin oğurlanması? Uzaq sahillərdə. Uzaq sahillərdə yoxsa tütək səsi? Uzaq sahillərdə. Uzaq sahillərdə yoxsa ad günü? Uzaq sahillərdə. Uzaq sahillərdə yoxsa uşaqlığın son gecəsi? Uşaqlığın son gecəsi. Balam üçün alma saxlamışam. Orada deyir, Aha. uşaqlığın son gecəsi yoxsa Nəsimi? Ha, ikisi də çox gözəl. Nəsimi də çox gözəl bir filmdir, amma Nəsimi olsun tamam. Nəsimi yoxsa Ögey ana? Ah, necə çətin. Nəsimi. Bu sualları həmişə mənə verirlər. Aha. Mən də artıq insanlara verirəm. Nəsimi yoxsa bir cənub şəhərində? Nəsimi. Nəsimi yoxsa Ölsən bağışda? Ölsən bağışda. Ölsən bağışda yoxsa Arşın mal olan? Arşın olanı da çox sevirəm. 45-ci ildəki olan, amma Ölsən bağışda. Ölsən bağışda. Sevgi filmi sizin. Bəli. Amma Səhif yerimdə. bu maraqlı oldu mənə. Məsələn, bizim Cəbiş müəllimi bu qədər çox sevməyiniz nədən qaynaqlanır? Bilmirəm, çox yüngül, çox belə poetik bir dili var sanki o filmin. Həm yumor hissi var, həm orada o qədər duygusal məqamlar var ki, yəni çox yüngül gedir sanki o filmi izləmək.